proseslər deyil. Yəni burada nədir? Misal üçün bizim xarici ödənişlərimiz olur. Xarici köçürmələrimiz olur. Xarici köçürmələr təbii ki də xarici valyutayla olur. Bəli. Və bunun üçün biz özümüz valyuta almalıyıq bankdan. Ümumiyyətlə, ixrac əməliyyatlarını icra edən şəxslər, onlar həmişə bankları araşdırırlar. Misal üçün, necə araşdırırlar? Misal üçün, dolları ən yaxşı qiymətə təklif edən hansı bankdır? Ki, burada məzənnə xərci olmaz, çox yüksək olmasın. Bəli. Misal üçün, araşdırılır. Kapital bankda dolları 1.70, yəni 0.1-ə satır. Amma misal üçün, Turan bankda 1.70-ə satır. Bunu belə atıram da, yəni həmişə sahibkarları, yaxud da mühasiblər bunu araşdırırlar. Ki, mənə bugün hansı bank ən yaxşı təklifi verir? Mənim üçün bir sahibkarım var idi. Turan bankda da hesab var idi. Aksesdə də var idi, kapitalda da var idi. Və biz bir dənə köçürməni icra edilənə qədər, köçürməni xaricə göndərənə qədər də canımızı yığırdı boğazımıza. Bir bütün bankların kuratorlarını yığırdıq, dolları neçə satırsan və baxırdıq, müqayisə edirdik. Hansı ucuz verildisə, o bankdan köçürmə edirik. Çünki sahibkar burada itirmək istəmir də, məzənə xərcində də itirmək istəmirsən. Bəli. Bəli, belə biz birinci növbədə hər hansı bir xarici köçürməmiz varsa, araşdırırıq valyutaları. Hansı bizə uyğundursa, ondan da icra edirik. Sonra nə edirik? Tutaq ki, məndə hal-hazırda 10.000 pul var. Tutaq ki, mən 3.000 dollar pul köçürməliyəm xaricə. Yaxud da 10.000 rublə köçürməliyəm xaricə. Burada köçürmələr var və köçürmələrdə konvertasiya əməliyyatı var. Mən birincisi o valyutanı almalıyam ki, mənim o valyutam olmalıdır ki, mən onunla da köçürməliyim. Mən AZN-ə, öz AZN hesabına, xaricin valyuta hesabına köçürmə icra edə bilmərəm. Ancaq valyuta ilə icra edə bilərəm. Konvertasiya əməliyyatını basıram, konvertasiya. Burada birincisi fərdi məzənnə var. Fərdi məzənnə bizi nədir? Bankların özünün VIP müştəriləri ola bilər, Gold müştərisi ola bilər, Silver müştərisi ola bilər ki, bank özü o məzənnəni ona verir. Xüsusi bir təklif olur. Misal üçün, biri var, yəni ki, Yellow Bankın məzənnəsi burada konkret göstərilir. Misal üçün, dolları 1.725-dən alırsan. Mərkəzi bankda 1.70-dir. Bak sən, biri var 100 dolar alsan 170 manata, biri var sən 170 manat 25 qəpiyə dollar alırsan. Yəni, bank bizə satır 100 dolları, tutaq ki, 170 manat 25 qəpiyə. Yəni, burada mən 25 qəpiyə uduzuram. Amma bu 100 dollarda bu 25 qəpiydi, ha? Təsəvvür elə, sən 100.000 dollar alırsan. Burada xeyli itki var. Ona görə, misal üçün, bankın, mən Gold müştərisiyəm, yaxud da Silver müştərisiyəm. Bank özü mənə deyə bilər ki, bizdə standart 1.70-25-dir, amma sənə 1.70-10-la verirəm mən bu, satıram mən bu dolları. Ona görə burada konvertasiya basanda, konvertasiyada, əgər mənə bank hər hansısa bir fərdi məzənnəsi varsa, mən o məzənnəni seçirim, yazıram. Əgər yoxsuz standart, göstərim ki, mən tutaq ki, 10.000 manat pulum var, mən tutaq ki, dollar almaq istəyirəm. Dollar hesabını seçirəm və göstərim ki, tutaq ki, 5.000 manatını satıram və bunun qarşılığında 2.936 dollar alıram. Yaxud da mənə lazım 3.000 dollar almaq, mən yazdıram və 3.000 dollar eləyəcək 5.107 manat 50 qəpik. Komissiya məxaric hesabı, yəni mən AZN hesabından mənim məxaric, yəni ki, belə də bu məzənnə xərcidir. Davam et düyməsini basıram. Asan imzalanıram, vəsə, 3.000 dollarım alındı. O həmin dəqiqə baş verir həmin proses, yəni yoxsa vaxt çəkir? Çəkə bilər vaxt, yəni baxır, banka baxır. Elə bank var ki, həmən verir, amma elə bank var ki, misal üçün, orada sırf o valyuta hesablarına görə öz əməkdaşlar var. Baxırlar görə bankda ümumiyyətlə dollar varmı, yoxmu, euro varmı, yoxmu. Yəni birinci baxırlar bankda olan vəsaitlərə, sonra imzalayırlar. Dollardan AZN-ə də yenə eyni şəkildə baş verir. Eyni şəkildə. Prosta burada məxaric hesabı seçirik, dollar hesabımızı. Tutaq ki, burada alınır. Məxaric hesabı dollar seçib, komissiya hesabı AZN seçsək, hər hansı